Bəli, hörmətli tamaşaçılar, bugün Azərbaycan müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin il dönümüdür. Qarakənd faciəsindən 29 il ötür və bu faciədə Azərbaycana məxsus vertolyotun Mi-8-in ermənilər tərəfindən vurulması nəticəsində bizim dövlət xadimlərimiz, jurnalist və sülh məramlar həlak olmuşdu. Bu hadisə ilə bağlı və qaranlıq qalan məqamlara biz toxunmaya çalışacağıq. Çünki erməni xisləti o zaman da eyni olub və studiyamızın qonağı var. Məmnuniyyətlə sizə qonağımızı təqdim etmək istəyərdik. 1988-92-ci illər Şuşa rayon polis şöbəsinin rəisi, Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, polis polkovniki və eyni zamanda Slavyan Universitetinin hazırki dosenti Sadir Məmmədov studiyamızdadır. Sadir müəllim, xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Bugün sizin üçün həm də ona görə çox əlamətdardır ki, çünki Sadir müəllim özü də Ağdamdandır və bugün Ağdamın işğaldan azad olunduğu gündür. Sizi təbrik edirik. Gözünüz aydın olsun. Mən də hamınızı təbrik edirəm, xalqımızı. Bura çağırmasaydınız, mən indi Ağdamdaydım, kəndimizdə. Amma biz sizi xüsusilə dəvət etmək istədik. Çünki elə bu danışdığımız faciədən, belə deyək, çıxan, onun şahidi olan və nə yaxşı ki, həmin vertolyota siz minməmişsiniz, sizi düşürdüblər. Bunun şahidi olaraq istədik ki, sizin fikirlərinizi də eşidək, sizə suallarımız var. Sadir bəy, ekipajda olmalıydınız. Məhəmməd Əsədov orada bilirsiniz sizi düşürtdə vertolyotdan ki, getməyin. Bəli, bilirsiniz necə oldu? Deməli, 18 noyabr 91-ci ildə Xocabənd rayonunun Qaradağlı kəndinin cəmaatını ermənilər oradan sıxışdırıb çıxartmışdılar, deportasiya kimi. Onlar da hamısı gəlib tökülmüşdü Ağdama. Mən onda Xan kəndindeydim, İsmət Qayıbovla, rəhmətli ilə. Ona görə ki, İsmət Qayıbov, o vaxt baş prokuror gəlmişdi, Şükür Rızayevi girov götürmüşdülər 14 noyabrda ermənilər. Gəlmişdi ki, onu biz dəyişməyə, almağa. Və biz Xan kəndində olanda mən eşitdim ki, bəs Qaradağlı cəmaatı belə-belə bir məsələ olub. Dedim ki, İsmət müəllim, bəs mən gedirəm. Dedi, onda gedək, elə biz gedərik Bakıya, orada bəzi ermənilər vardı, burada Salatın Əsgərovanı öldürən falan. Onlarla dəyişməliyik biz Şükür müəllimi mütləq. Biz qayıtdıq, gəldik Ağdam 19 idi. Həm də cəmaata görə qayıtdıq, gəldik. Özü çətinliklə gəldik. Əsgəran qalasını tikmişdilər axı ermənilər, oradan keçəmirdik. Jinkinin, o komendant, vilayət komendantının vertolyotu ilə, helikopteri ilə gəldik. Və səhərisi dedi, bəs komissiya gəlir. Öyle o təyyarə ilə də biz uçarıq Bakıya, Bakıda da o adamları verərəm, gəlib aparıb dəyişərik, belə. Biz gəldik axşam 19-unda, səhər 11-12 işləmiş. Tofiq İsmailov mərhum başda olmaqla dövlət katibi. Bakıdan bir dəstə gəldilər. Məhəmməd Əsədovdur, Namaz Əliyevidir, Osman Mirzəyevidir, Arifidir, Mustafayev, Vəli Məmmədov, Vaqif Cəfərov. Və mən onları sayaram hamısını, bir 22 nəfərdir. 18 nəfər. Və orada iclas apardı, bu cəmaatı yerinə qaytarmalıyıq deyildi. Çox emosional bir, çox güclü adamıdır. Əlin üstü ola vurdu ki, biz mütləq bu günləri əhalini qaytarmalıyıq kəndlərinə, 20 noyabrda. Və iclasa gecikmişdi Kavalyov, Daxili İşlər İdarəsinin rəisi, vilayətin komendantı general Jinkin, İvanov, Milli Təhlükəsizlik, Plavski prokuror, hətta hissləndi ona ki, nə üçün gecikmişsiniz, elə siz bunu eləyən, bunu mən bu saat gedəcəm ora, cəmaatı qaytaracaq, əhalini qaytarmalıyıq evin eşiyinə. Və iclas belə ki, alındı, saat 2 olardı radələri, qalxdı ayağa ki, mənə transport verin, gedirəm həmən kəndə. Cəmaatı qaytarmalıyıq. Hamı da düşdü, arxasınca hamımız getdik aeroporta. Cənab polkovnik, bir sual verəcəm sizə. Nəyə görə Mi-8 vertolyotunu müşayiət edən digər bir hava nəqliyyat vasitəsi, helikopter olmadı? Yəni, döyüş zonasında. O elə planlı tədbir deyildi axı bu. Planlı deyildi, qəfildən ortaya çıxan. Olmasa da, yəni bir hərbi helikopteri müşahidə etməli mi? Yox, o bir dənə bayavoy döyüş helikopteri, Jinkinin özününki idi. Onda bayavoy olur, onun da raketləri var, hər şeyi var. Bəli. Hamı getdi ona minməyə. Hamı mindi, mən də minirdim. Əsədov dedi ki, qal, bəs pilot deyir, adam çoxdur, düşürtdü. Qolumdan tut ki, düş, sən qal. Nə xoşbəxt adamsınız, mən də biraz incidim, sözün düz incidim. Dedim ki, bəs mən niyə bu komissiya ilə getmirəm? Və qaldım, qalxdı, saat 12:05-də, 20 noyabr, qalxdı təyyarə, açıq səma idi.
O dağlar da görükür. Hava şəraitini Amma orada deyilənə Bəli. görə mən çözdürəm. Yox, Bəs yox. ilk rəsmi məlumat da o Onu idi ki, kim güya verib? ki, vertolyot Dumanda dumanlığa bəli qayaya çırpılır. Onu kim çırpılıb, verib bilmirəm. dumanlıq olub Hələ qayaya indi mən çırpılıb. danışıb sizə izah eləyim. Çünki vaxtımız gedir, sonra izah eləyə bilməyəcəm. Buyurun. Hə, bununla da qalxdılar. Mən qayıtdım şəhərə. Xuraman Abbasova Spalkomun sədri idi o dövrdə. O dedi ki, bəs qonaqlara yemək hazırlamışam. Qayıtsalar sən deyən qoy çörək yesinlər belə. Dayanmışıq dram teatrın qabağında. Ağdamda bir gözəl dram teatr vardı. Ermənilər onu da yəqin ki söküblər. Xeyli gözlədi. Saat 4-dür. 5-ə işləmiş, qaranlıqlayır. Vertolyotla Vidadi adında sürücü var idi. Deməli, vilayət komendatının sürücüsü idi. Taksi idi, onu ayrılmışdılar. Kuşnarik var idi, onun sürücüsü idi. İgnatieviç də, Vladimir. Mənə yaxınlaşdı ki, Sadır müəllim siz olar. Dedim, nədir? Dedi, bəs Kuşnarik deyir ki, Sadır müəllimi tap, Mamedovu, polkovniki. Qoy bütün təcili yardım maşınlarını yıxsın mərzili postura. Dedim, nə olub? Dedi, bilmirəm, mənə belə xəbər. O saat mən barmağımı işlədim ki, nəsə olub. Nə olubdu, nə xəbərim var, heç də əlaqədə yox. Gəldim polisə. Ağdam, rayon polis. Oradan mən teletaypogramma ilə informasiya verdim ki, Daxili İşlər Nazirliyində Kərim adında növbətçi idi. Bəs vertolyotu vurublar, məlum deyil. O da dirənib ki, nə olub, kimdir deyirəm, hələ bilmirəm, mən hadisə yerinə gedirəm. Orada mənim köməkçilərim vardı. Dedim ki, tez təcili yardımları göndərin. Çıxdım mən maşından, mənim maşınımda hava xətti vardı, rasiya. Onunla da Ağsuyu Perivalında bir qay dururdu, həmişə post qay. Ona verdiniz Ora xəbəri. məlumat verdim ki, deyən vertolyotu vurublar, Tofiq İsmailov içərisində olmaq şərti ilə. Vurulubdu, məlumatım yoxdur, gedirəm hadisə yerinə. Mən artıq mərzili postuna çatanda orada hərbiçilər durubdu. Gəldilər, dedilər olmaz. Oradan BTR-lə, həmən o Brono texnika maşınından əlaqə saxladılar Kuşnariklə. Kuşnarik dedi ki, gəlmə əbəs yerə, yanır vertolyot. Bir adam qalmayıbdır. Dedim, mən nətər qalmayayım, mən gəlməliyəm. Nəsə məni BTR-lə apardılar, yaxın getmək mümkün deyil. Dağ yanırdı, dağ. Təsəvvür edin ki, bütün dağ yanırdı, Qarakənd. Bəli. Gecə orada postun hamısını qoydu Kuşnarik, yəni hadisə yeri qalsın. Qayıtdıq gecə Ağdama, məlumat gəldi ki, bəs Bakıdan zəng elədi növbətçi ki, bəs Polyanişka gəlir gecə, qarşılayır. Onu uzun dərədə qarşıladıq, getdi Ağdam milisiyasının otağına, rəisim. Və mən başladım siyahı tutmağa ki, hadisə yerinə kimlər gedəcək. Hadisə yerinə Məbud Hüseynov vardı, Vahid əməliyyat istintaq qrupunun rəhbəri. Bakıdan gəldi Adil Ağayev istintaq idarəsinin rəisi. O hadisə yerinə baxış keçirməyə. Səhər tezdən biz getdik hadisə yerinə. Polyanişkada bizlə. Çünki Polyanişka o vaxt yoxdu artıq orada. O iyul ayından təşkilat komitəsi ləğv olmuşdu. Zülfü Hacıyev mərhum təşkilat komitəsinin sədri idi. Amma həmin Polyanişka olmalıydı həmin vertolyot. Yox, o Nəvizət elm, o yalan söhbətdir onlar. Çünki Polyanişka Bakıda idi, artıq aralamışdılar Dağlıq Qarabağdan. İyun ayında Zülfü Hacıyevi təşkilat komitəsinin sədri qoydular. Tikinti nazirinin mavini idi. Yadınıza düşürdü, mərhum o da vertolyotdur. Bəli. Belə minvalla hadisə yerinə getdik, orada Adil Ağayev, istintaq cinayət işi var da, bunu çox asanlıqla cinayət işindən hər şey olmalıdır orada. Bir neçə gün sonra vurulduğu artıq sübuta yetirildi. Yox, elə orada göründü ki, məsələn, pilot kabinasına bir dənə güllə atılmışdı. Pilot orada güllə yarası alıb. Pilot kabinasına ona görə də idarə etməni pərə dəymişlər. Bir dənə dəysin pərinə vertolyot elədi, helikopter. O dəqiqə gedir. Və orada 12 meyit cəsəd tanınırdı, tam tanınırdı 12-si. Üçü priznakam bilirdim ki, məsələn, Vaqif Cəfərovdur, mərhum, İsmət Qayıbovdur, bilinirdi 15-i. 7-si isə ekspertiza yolu ilə kül şəklində sanki belə insandır. Ekspert əlini atırdı, cəsəd gəlirdi. Yanmışdı. Bəli, 22 nəfər, 4 ekipaj, 18 nəfər nümayəndə heyəti və mənə göstəriş gəldi ki, siz o 3 nəfər general Jinkin, mənim öz rəisim Kabalyov, Daxili İşlər Naziri, SSR Daxili İşlər Naziri nümayəndəsi Kaçerov, generalları mən aparmalıyam Rusiyaya. Gəncədə mənə An-24 vertolyot verdi, təyyarə verdilər, hərbi təyyarə. Mən apardım Minvodda Jinkini təhvil verdim, oradan düşdüm Moskvada Kaçerovu, Gorkidə mən Nijni Novgorodda 24-ümdə artıq
9 gün qalası oldum. Bəli, Sadir müəllim, vaxtımız çox azdır, ona görə çalışırıq ki, bütün məsələlər tutalım. Sonda bir dənə məsələyə toxunmaq istəyirəm, bu Qarakəndlə bağlı. 1991-ci ildə bilirik ki, bu hadisə ilə bağlı cinayət işi açıldı, amma istintaq araşdırması dayandırılmışdı hal-hazırda. Çünki həmin ərazi, terror aktının baş verdiyi ərazi erməni işğal altındaydı. Amma indi torpaqlarımızın işğaldan azad olunduğu bir vaxtda bu cinayət işi təkrar açıla bilərmi? Bu, deyim ki, sizə konkret, bəli, o vazablənib yenilənə bilər. Və o həmən iş elə bugün gedən prosesdədir ki, ermənilər Gəncədə, Bərdədə terror hadisələri törədib. Fikir verin, 1988-93-cü illərdə Azərbaycanın ərazisində ermənilər 354 dəfə cinayət törədiblər, terror hadisə. 10 dəfə avtobuslarda, 2 dəfə su nəqliyyatında, 3 dəfə hava limanında. Bilirsiniz nə qədər insan həlak olubdur? 1375 nəfər insan həlak olubdur. 4000-ə yaxın insan yaralanıbdır. Həmin cinayət işlərinin hamısını yəqin ki, birləşdirib hamısını beynəlxalq məhkəməyə göndərmək olar. Mütləq, o prosessual qanunlarda... Cənab Polkovnik, müsahibənin əvvəlində dediniz ki, əgər bura çağırmasaydınız, mən indi Ağdamdaydım. Bir tarixi məqamı qeyd edəcəm. Ümumiyyətlə, siz həmin qaynar nöqtələrdə öz vəzifə borcunuzu yerinə yetirmişsiniz və Şuşa Xankəndi ərazisindən sonuncu çıxan insan da sizsiz. Eyni zamanda artıq digər bir tarixi hadisəyə şahid olmuşsunuz. 10 noyabrda qələbəni gördünüz və 20 noyabrda bugün doğma Ağdamınızın azad olunduğu xəbəri sizə gəldi və düşünürəm ki, elə müsahibədən sonra gedəcəksiniz doğma vətəni Ağdama. Necə xatırlayırsınız Sadir bəy? Ümumiyyətlə, siz son çıxan olmuşsunuz da Şuşadan Xankəndi. Deməli, açığı deyim ki, çox vahiməli idi. Çünki gedirdi, ancaq birdən elə bir situasiya yaranırdı ki, hər bir an, hər bir hadisə ola bilərdi. Mənim özüm avtomobilimi vurublar. Həmən Qarakəndin tuşunda, Martuniyə gedəndə. Neçənci ildə? 1991-ci il yanvarın 28-də. Qaradağlıda bir qadın çörək yapanda, onu güllə ilə ermənilər vurmuşdu. Həmən hadisə yerinə gedəndə mənim maşınım vurmuşdu. Cinayət işi var. Kavalyovna şəhərin içində bizə güllə atıblar. İkinci dəfə siz xilas olmuşsunuz. Yox, o elə müharibə şəraitidir. Əfqanistanda da elə idi, burada da. Ermənilərə inanmaq olmaz. Təbii. Bax, bu səhər mən bir dənə verilişə baxdım. Deməli, erməni qadından soruşurlar ki, necədir, gəldin, yaşaya biləsən? Deyir, bura bizim torpağımızdır. Mən buradan başqa yerdə yaşayır. Hələ gənə də deyir, bizim torpağımızdır. Bunlara inanmaq olmaz. Xüsusiyyəti dəyişmir ki, deyəcəklər. Heç vaxt, artıq kəsirdi bunlar. O yalanla böyüyüblər onlar. Bəli, bunlar... Ağdamı necə xatırlayırsınız, doğma ana yurdunuzu? Ağdamda mənim uşaqlığım keçibdi, mən orada idmana getmişəm, mən orada velosiped sürmüşəm. Ağdam çox gözəl bir diyardır. Yəqin ki, şəhid olan dostlarınız olur, qohumlarınız olur, elə deyilmi? Mənim dostlarım var, bu gün də mənim yaşıdım var. Şahin Ələpər, bir sinifdə oxumuşuq, burada görüşürük. Sanki mən sevincimdən ağladım. Mən minnətdarlığımı bildirirəm. Bax, əsasən xüsusilə Ali Baş Komandanımıza, ordumuza, əskərlərimizə, bizim şəhidlər öz qanı ilə həmin torpaqları müqəddəsləşdirdi. Bəli. Onlar torpağın altına getmədi, xalqımızın qəlbinə girdi. Onlar hər birimizin evində olan qəhərdir. Allah hamısını rəhmət eləsin. Amin, Allah hamısını mən bilirəm, bax, beynəlxalq mediada, kütləvi informasiya vasitələrində möhtərəm prezidentimizin çıxışları elə bir orduya bərabərdir. Artıq dünya bildi ki, Azərbaycan çox sülhsevər millətdir. Dünya bildi ki, o torpaqlar bizimdir. Çünki 30-dan artıq kütləvi informasiya vasitələrinə verilən o müraciətlər, o mətbuat vasitəsilə möhtərəm prezidentimizin o çıxışları deyərdim ki, böyük bir diviziya, böyük bir udar oldu, böyük bir zərb. Yəqin ki, doğma Ağdamınızın həm şəhərin, həm kəndlərin ermənilər tərəfindən viran olunmuş şəkillərini görürsünüz də. O məşhur 3 mərtəbə çay evini dağıdıblar, çörək muzeyini dağıdıblar, məscidi dağıdıblar, eyni zamanda bizim dini hissiyatımızı təhqir ediblər. Necə hissdir sizin üçün? O mənim üçün heç barışmaz, belə çox dəhşətli bir hissdir. Heç onu eşidəndən bəri, görəndən bəri. Onlar hələ Şuşada mən Dom Piyanerdə, Piyaner evində olanda, Piyaner düşərgəsinə gedəndə uşaq vaxtı 7-8-10 yaşında. 1905-7-18-ci illərdə onlar Şuşanı dağıtmışdılar bir dəfə. Həmin xarabarıq yerlər dururdu telestudiyanın altında. Gözümün qabağına gəldi Füzulini görəndən sonra, o kətlərimizi görəndən sonra. İndi Ağdamı gör onları. Çünki onlar Ağdamdan çox qorxurdu. Ağdam 7 min şəhid verib rəsmi. Amma 10 mindən çoxdur. Necə?
O qədər Ağdamlılar tökülüşlü gəldi müharibədə. Onun başqa ölkələrdə yaşayanlar. Yəni ki, Ağdam daima bütün o Qarabağda, Qarabağ rayonlarının dayağı olub, sütunu olub. Elə kimin nə dərdi vardı, hamısı gəlir. Xocalı da ora gəlirdi, Şuşa da gəlirdi. Bəli, Qarqar çayından keçib Xocalı soyqırım vaxtı ora Qarqarla gəlmişdi. Xaçının arasında olan bir rayondur. Və artıq 23 iyul 1993-cü ili biz xatırlamayacağıq, artıq xatırlayacağıq. 20 noyabr 2020-ci il Ağdam bizə tam olaraq nəzarətimizə keçdi, bizə qaytarıldı və bir məqam da var. Bunu xüsusi olaraq qeyd etmək istəyirəm ki, bir güllə atılmadan siyasi iradə nəticəsində, diplomatik danışıqlar nəticəsində Ağdam bizə qaytarıldı. Bu da bir daha bizim dövlət başçımızın siyasi iradəsi və gücüdür. Buyurun. Ermənilər çox ağılsız millətdir. Vicdilər, hiləgərdilər. Onlar qələbələrin rəsmiləşdirmədi. Amma bizim prezidentimiz İlham Əliyev bizim qələbəmizi onların kapitulyasiyasını rəsmiləşdirdi, sənədləşdirdi. Başa düşdünüz? Onlar əgər o 30 ildə onu sənədləşdirsəydi, bugün bizim, bilirsiniz, bu çox bir dərin siyasətdir. O qədər irəli düşdük, udduq ki biz onları. Onlar başa düşmür. Gəlsinlər, yaşasınlar bizim konstitusiyayla, bizim vətəndaşlığıyla, bizim şəxsiyyət vəsiqəmizlə. Nə deyirik ki? Ancaq biz özümüzün qələbəmizi rəsmiyyətə saldıq. Bax, uduş budur. Bilirsiniz, bəzi diplomat kimi çıxırlar, mətbuatda zadda çıxış edirlər, ay Rusiya gəldi, falan gəldi, dərk eləmirlər. O məqamları onlar dərk eləmirlər. Əsas odur ki, qalibi, əsas odur ki, qələbə bizim. Təşəkkürlər Sədin müəllim. Biz həm döyüş meydanında qalib olduq, həm də siyasi masada. Bir daha sizi təbrik edirik, gözünüz aydın olsun. Doğma dədə baba torpağınıza geri qayıdacaqsınız. Çox böyük, belə bilirsiniz, bugün çox şərəfli bir gündür. İndi mən buradan yəqin ki, gedəcəm Şəhidlər Xiyabanına, mərhum vertolyot həlak olanlara, şəhidlərimizi ziyarət edib. Bugün onların ruhu şaddır Sədin müəllim, çünki Qarabağ Azərbaycana qayıtdı, Qarabağ Azərbaycandır. Biz isə bir daha təşəkkür edirik və davam edirik. Erməni xislətini dəyişmir və yenə də terror aktları törətməkdə davam edir. Bu həm də ekoloji terrordur. Bugün bizim rayonlarımızı, şəhər və kəndlərimizi tərk edərkən belə ekoloji terror törədirlər, evləri yandırırlar, meşələri yandırırlar, ümumiyyətlə tarixi abidələrimizi, məscidlərimizi talan edirlər, ümumiyyətlə dini məbədləri. Bax, buna görə də biz bu məsələdə də həssas olmalıyıq və öz vətəndaşlıq mövqeyimizi ortaya qoymalıyıq. Ona görə sosial şəbəkələrdə də çalışaq ki, bu həqiqətləri daha geniş auditoriyaya çatdıraq.